Haqqa təslim olmaq nə zəiflik, nə də hərəkətsizlik deməkdir. Əksinə, belə bir təslimiyyət son dərəcə güclü olmağı tələb edir. Təslim olan insan artıq fırtınalı, girdablı sularla mübarizə aparmaz. O artıq arxayın bir sahildə yaşayar. Təsəvvür et, bir yarpaq küləklə birgə savrulur. Küləyin ritminə təslim olur. Onunla birlikdə zərif bir rəqsə başlayır. Hara aparırsa, ora gedir. Bu, sufilikdə təslimiyyətin rəqsidir. Küləklə birgə rəqs etmək. Amma biz insanlar, biz daima nəzarət axtarışındayıq. Həyatımızın hər anını idarə etməyə çalışırıq. Amma həqiqət budur ki, nəzarət bir illüziyadır. Sən axan bir çayın axışını idarə edə bilərsənmi? Əlbəttə ki, yox. Çay axar və biz sadəcə onun axışının bir parçası olarıq. İdarə etməyə çalışdığımız anda əslində öz azadlığımızın ətrafında bir qəfəs qururuq. Nəzarət etməyə çalışmaq, daxili sakitliyimizi və azadlığımızı məhv etməkdir. Düşün ki, biz bir bağban kimi olsaydıq. Necə ki, bağban toxumları əkər, amma onların necə böyüyəcəyini idarə etməz. Günəş, yağış, torpaq, hamısı öz rolunu oynayar və toxum öz yolunu tapar. Bağban sadəcə müşahidə edər, dəstək verər, amma nəzarət etməz. Həyat da eyni ilə belədir. Nəzarətçiliyə meyilli insan daim narahatdır, daim gərginlik içindədir. Bu belə olmasa neyniyərəm, əgər bu baş verməsə nə olar kimi suallar içində özünü sıxır. Amma həyat bu sualların cavablarından qat-qat böyükdür. Həyat bu sualların ötəsindədir. Nəzarətçilik gerçək münasibətlərin qarşısında da bir maneədir. Çünki başqalarını idarə etməyə çalışdığımızda onların təbii axışını pozuruq. İnsanlar çay kimidirlər. Hər birinin öz yolu, öz axışı var. Bir insanı idarə etməyə çalışmaq, onun axışına mane olmaqdır. Sufi olmaq, bu axışın fərqinə varmaq və onunla ahəng içində olmaq deməkdir. Həyatın axışına güvənmək. Bu zəiflik deyil, böyük bir gücdür. Egonu buraxmaq, nəzarəti buraxmaq, həqiqi azadlıq. Və bax, o zaman həyatın rəqsinə qoşularsan. Küləyin səni hara aparacağını bilmədən, amma tam bir etibarla. Həyatın səni hara aparacağını bilmədən, amma tam bir təslimiyyətlə. Bu, həyatın ən gözəl rəqsidir. Həyat bir çay kimidir. Çaya düşən bir yarpağı düşün. O axışa qarşı durmaz, idarə etməyə çalışmaz. Sadəcə var olar. Axışın bir parçası olar. Biz də eyni şəkildə bu kainatın böyük çayında axan yarpaqlar kimiyik. Həyatın axışına təslim olanda onun ən dərin sirlərini kəşf edirik. Həyatın sirləri idarə edilə bilməz. Onlar yalnız yaşanır. Bu sirlər yaşamağın özüdür. Və yaşam yalnız axışda olanda, müqavimət göstərmədən, nəzarət etməyə çalışmadan anlaşıla bilər. Həyat bəzən gözlənilməz dönüşlərlə doludur. Çay kimi, bəzən sürətlənir, bəzən yavaşlayır və bəzən kəskin dönür. Biz isə bu dönüşlərdə özümüzü yenidən tapa bilərik. Bu axışda həyatın gözəlliklərini, möcüzələrini görərik. Çünki həyat yalnız tam yaşandığında, tam hiss edildiyində anlaşılır. Bu anlayışa sahib olmaq, daima idarə etməyə çalışmaqla deyil,
hadisələri təbii axışına buraxmaqla mümkündür. Bu həyatın böyük dərsidir. Nəzarət etmə, müqavimət göstərmə, sadəcə ax və bu axışda həyatın ən dərin, ən gözəl sirlərini kəşf edəcəksən. Həyat, biz nə qədər onu idarə etməyə çalışsaq da, öz axışı ilə davam edir. Sən nə bu dünyanın hakimisən, nə də tam aciz bir varlıq. Bu halda həyatın qarşına çıxardığı dəyişimlərə təslim ol. Qoy həyat sənə qarşı deyil, səninlə birlikdə axsın. Düzənin pozular, həyatım alt-üst olar deyə qorxma. Hardan bilirsən ki, həyatının altı üstündən daha yaxşı olmayacaq.